Salam, hər vaxtınız xeyir. İki sözün tərkibinə görə təhlilini qeyd edəcəm. Məsələn, birinci söz ayaqlan sözüdür. Ayaqlan. Sözün kökü ayaq. Paltar düşür yerə, mən paltarı ayaqlayıram. Paltar neyinir? Ayaqlanır. Ümumiyyətlə, lan şəkilçisidir, lan. Laş şəkilçisidir. Bu şəkilçilər, yəni bir cür də təhlil oluna bilər. Bircə bir leksik şəkilçisi kimi. Parçalanıb iki leksik şəkilçisi kimi də təhlil oluna bilər. O baxır sözün yəni mənasına. Sözün mənasına həm də söz bir-birini tamamlamalıdır. Yəni ayaqla sözündən ayaqlan sözü yaranar. Məsələn, ayaqlaş sözündə isə tamam fərqlidir. Baxaq ikinci mənaya. Ayaq. Ayaq sözün kökü. Artıq burada leksik məna tamamilə fərqlidir. Çünki məsələn, xəstə durur, xəstə neyini təzə yeriyəndə ayaqlanır. Artıq mən bunu ayaqla kimi verə bilmərəm. Ayaqlan kimi götürəcəm. Məsələn, uşaq təzə yeriyəndə neyinir? Ayaqlanır. Baxaq digərinə. Məsələn, ayaqlaş sözünü yazım. Artıq mən burada lanı tək leksik şəkilçisi kimi verə bilmərəm. Yəni burada bir mənaya gəlib çıxır. Leksik mənası bir dənədir. Ona görə məsələn ayaq sözün kökü, tutaq ki mən deyirəm ki paltar yerə düşdü, ayaqladım. Sonra mən dəblə ayaqlaşdım. Görürsüz, qrammatik məna bağlılığı yoxdur. Ona görə bunu laşı bir yerdə götürürük. Yəni bu tip sözlərdə diqqət etmək lazımdır. Həm də cümlədə işlədəndə onların mənasına diqqət etməliyik. Mütləq. Ola bilər cümlədə ayaqlanır, məsələn xəstə ayaqlandı kimi verərsə, onda bir cür təhlil olunacaq lan şəkilçisi. Bir leksik şəkilçisi kimi götürüləcək. Yox, əgər ayaqlanmaq nəsə ayaqlanırsa, yerə düşür, ayaqlanırsa, onda lan şəkilçisi iki leksik şəkilçisi kimi götürüləcək. Sonra daşlaşmaq sözü də həmçinin. Məsələn, yazaq ki, daşlaşdı. Bir var, neynir? Sement neynir? Daşlaşır. Əgər o cür cümlə o cür verilsə, sement daşlaşdı, onda laşı bir götürürük. Yox, əgər desəm ki, uşaqlar bir-biri ilə daşlaşdı, onda daş sözün kökü, uşaqlar bir-birini neynədir? Daşladı, sonra bir-biri ilə daşlaşdı. O zaman iki leksik şəkilçisi kimi verir. Artıq bu sözlərin qrammatik məna növündə də yeri fərqli olacaq. Məsələn, birincidə məlum növdə olacaq, ikincidə qarşılıq birgəlik növdə. Şəkilçi fərqli olduğuna görə artıq qrammatik məna növündə də bunları fərqli götürəcəyik. Yəni diqqət etmək lazımdır. Laş, lan şəkilçisinin sözdə yerinə, sözdə işlənmə məqamına, cümlədə leksik mənasına, sözün cümlədə leksik mənasına və ondan sonra təhlil etmək lazımdır.